Mənim orada istifadə eləməməyimə səbəb fikirlərin gəlməyi normal bir şeydir. Mən asılı adamam. Mənim beynimə bütün istifadə haqqında fikirlər gələ bilər. Yəni fərq eləmir. Bu fikirlər aldadıcı da ola bilər ki, hə, narkotik istifadə eləmə, içki iç və yaxud da başqa nələrsə, daha sən sərhəddən çıxmısan, burada səni yoxlayan yox, səni araşdıran yox, sən kontrolda deyilsən, istifadə eləsən belə heç kimin xəbəri olmayacaq. Müəyyən bir ayıqlıq müddəti var ki, mən 34 ayda ayıqam, artıq 2 aydan sonra 3 ilin tamam olacaq inşallah. Artıq o fikirlərin öhdəsindən gəlmək, gələn fikri yerindəcə analiz eləmək mənim üçün yəni adiləşmiş bir şeydir. Hə, əlbəttə ki, instrumentləri tətbiq eləyirdim. Hansılar ki, mən orada da olanda mütəmadi olaraq burada anonim cəmiyyətin üzvləri ilə, rəhbərliyi ilə, yəni sağalmağımda kömək olan, dəstək olan insanlarla və yaxud anonim yoldaşlarla əlaqə saxlayırdım. Yəni, hansısa bir sıxıntı da gəlməyi normal birisi idi, darıxmaq da gəlməyi normal birisi idi. Sadəcə bir dənə onu dərk edib beynimə qoymuşdum ki, mənim üçün bu darıxmağın, sıxılmağın öhdəsindən gələsi bir şey istifadə deyil. Mənim istifadə eləməyim üçün heç bir səbəb yoxdur. Yəni bəhanə ola bilər də, hə, çıxmısan, onu sövkədən qıraqdasan. Bunlar aldadıcı bir fikirlər idi. Bununla da razılaşmaq lazımdır ki, xəstəlik çox hiyləgər xəstəlik. O qədər hiyləgər xəstəlikdən əziyyət çəkirik ki, yəni bunu mən dərk edib, başa düşdüm, onun mənə aldatmasına icazə vermədim. Əlbəttə ki, mənim istifadəmə qayıtmamağıma başlıca səbəb reabilitasiya mərkəzində öyrəndiyim 12 addım proqramını tətbiq eləməyim oldu. Gündəlik olaraq öhdəliklər seçmişdim, özümə günümü planlaşdırmışdım ki, nə etməliyəm. Proqramı həyatımda tətbiq elədim, öhdəsindən gəldim.